Salam dəyərli izləyicilər. Bu videomuzda 6-cı sinif riyaziyyat dərsliyinin ikinci hissəsi ilə davam edirik. Mövzumuz çoxluqlar mövzusudur. Həmin çalışmaların izahına baxaq. Əvvəlcə onu qeyd edək ki, deməli, bu araşdırma, müzakirə və öyrənmə hissələrini siz özünüz yəni oxuyarsınız. Əsas məsələ baxın bu açar sözlər olan hissəni unutmuruq. Açar sözlərdə çoxluğun elementi nədir? Ad çoxluq, bərabər çoxluqlar, boş çoxluq işarəsi, daxildir işarəsi, daxil deyildir işarəsi və Eyler-Venn diaqramı haqqında biz bu təməl mövzuları bilsək, çalışmaların izahını da rahatlıqla başa düşəcəyik. Elə gəlin çalışmalara baxaq. Ehtiyac olduqca qaydaların izahına da baxarıq. Verilən çoxluğa aid olan varlıqlara və aid olmayan varlıqlara bir neçə nümunə göstərilir. Burada bitkilər çoxluğu, heyvanlar və musiqi alətləri çoxluğu verilir. Bitkilər çoxluğuna aid olanları biz nəyə deyə bilərik? Məsələn, kaktus bitkilər çoxluğuna aiddir. Yasəmən, daha sonra mətbəxdə gündəlik işlətdiyimiz keşniş, şüyüd, ağac, çiçək, alma ağacı, nə bilim, yəni ağlımıza gələcək bitkiləri bu çoxluğa aid edə bilərik. Məsələn, stol məsələn, ağacdan hazırlanan olma stolu biz bitkilərə aid eləyə bilərikmi? Xeyr. Bura aid olmaz. Aid olma işarəsi bu şəkildədir. Aid olmama, aid deyilsə bu. Heyvanlar çoxluğuna it, pişik, dovşan, ayı və s. aid olmayanlara da hər hansı bir şey, məsələn, xəz göstərə bilərik. Onu heyvanların dərisinin hazırlandığı üçün deyirəm ki, yəni canlıdan hazırlanıb, amma heyvanlar çoxluğuna aid deyil təbii ki, və yaxud da ki, əşyalara aid deyil və yaxud da elə bir dənə çiçək heyvanlar çoxluğuna aid deyil. Bu şəkildə primitiv sual, yəni necə deyim, variantlar biz səsləndirə bilərik. Musiqi alətləri çoxluğuna gitara, skripka, piano və s. aid edə bilərik. Aid olmayanlara isə bir neçə nümunə özümüz istədiyimiz bir şeyi çəkə bilərik. İkinci çalışma. Verilən çoxluğa daxil olan 3 element və daxil olmayan 3 elementi yazın. Bunlar məncə sədə ədədlər çoxluğu, mürəkkəb ədədlər, tam ədədlər özünüz edə bilərsiniz. Yəni bunları sədə ədədləri biz bilirik hansılar, məsələn 1, 3 və yaxud da 11 aid deyil. Yəni aid olma da bu şəkildə yazırıq və davam eləyirik. Sədə ədədlər nəyə deyilirdi? Vahidə və özünə bölünən ədədlər sədə ədədlər idi. Burada bir neçə də mürəkkəb ədəd yazıb, aid deyil işarəsi qoysaq kifayət edir. Mürəkkəb ədədlər hansı idi? 2-dən çox bölən olan ədədlər mürəkkəb ədədləri idi. Məsələn 6, məsələn 15, 124 və s. Aid olmayanlar hasıl olacaq bu çoxluğa? Təbii ki, sadə ədədlər. Mürəkkəb ədədlər çoxluğuna aid deyil. Bura aid nümunələr yazsaq biz bilərik. Tam ədədlər çoxluğu da yəni ixtiyari tam ədəd yaza bilərik. Bura aid olmayan hansı ədədlər yazıb baxmaq olar? Məsələn, kəsr 2-də 1. Bura aid deyil. Z çoxluğuna. Biz bilirik ki, tam ədədlər Z-dir. İndi sərəqəsiz yazdım. Çünki şifahi deyirəm. Bir neçə dənə kəsr ədəd yazıb və burada yəni qeyd edə bilərik. Növbəti 3-cü çalışmadır. A çoxluğu 5, 10, 15, 20 ədədlərindən ibarətdir. Hansı yazılışlar doğrudur? Baxırıq. 10 daxildir A-ya. Baxın, A çoxluğunun hansıları daxil oldu? 5, 10, 15, 20. Aiddir işarəsi nə idi bu? 10 daxildirmi A-ya? Bəli, bu doğrudur. 0 daxildirmi? Xeyr, doğru deyil. Biraz yaxınlaşdıra da bilərəm. 0 A çoxluğuna aid deyil. 20 A çoxluğuna aid deyil deyir. Yanlışdır. Bu da yanlışdır. Aiddir. 25 A çoxluğuna daxil deyil. Bəli, doğrudur. 25 baxırıq. 5, 10, 15, 20 yoxdur. 5 A çoxluğuna daxildir. Bu da doğrudur. Keçək 4-ə. B çoxluğu 36 ədədinin bölənlərindən ibarətdir. Hansı yazılış doğrudur? B çoxluğuna biz limitlərini nə yaza bilərik? 36-nın bölənləri 1, 2, 3, daha sonra 4, 6, 9, sonra hansı ədədlər? 12, 10, 8, sonra
18 və 36. Bu qədər. Baxaq indi. 4B-yə daxildir. Bəli. 9B daxil deyil. Yanlışdır. 7B daxildir. Xeyr. 7-yə 36-nın bölünənləri deyil. 18B daxil deyil. Yanlışdır. Daxildir. 12 doğrudur. Daxildir. 14 daxil deyil. Doğrudur. 72 daxildir. Yanlışdır. 72 də daxil deyil. 5-ci. N natural ədədlər çoxluğu, Z isə tam ədədlər çoxluğudur. Boş xanalara daxildir və ya daxil deyil simvollarla uyğun olanı müəyyən edin. Baxaq. 23 yenə yəni natural ədədlərə daxildir. 23 tam ədədlərə də daxildir. -8 tam natural ədəd deyil, daxil deyil. -8 tam ədədlərə daxildir. 0 Z-ə daxildir. Yəni tam ədədlər 0,2 natural ədəddirmi? Xeyr, aid deyil. Bu şəkildə. Daha sonra çoxluğun verilmə üsulları burada var. Yenə qaydaları özünüz oxuyarsınız. 6-cı tapşırığa baxaq. Çoxluğu onun elementlərini sadalamaqla yazın. Bu çoxluğu hər hansı hərflə işarələyin və bir neçə elementi olduğunu müəyyən edin. Baxırıq. Nümunə burada var. Nümunədə də qeyd edilib. İndi biz A variantına baxaq. 20-dən kiçik cüt ədədlər çoxluğu. 20-dən kiçik cüt ədədlər çoxluğu olaraq A variantında biz nə yaza bilərik? Belə kiçikdən böyüyə də yaza bilərik. Böyükdən kiçiyə fərq etməz. Sırasını dəyişə də bilərik. Əsas odur ki, elementlər eyni olsun. 20-dən kiçik cüt ədəd 2, 4, 6. Daha sonra 8, 10, 12, 14, 16, 18 və 20-nin özünü daxil etmir. Çünki 20-dən kiçikdir. Və bunlar. Deməli, yazdıq. Bizdən daha sonra nə istəyir? Elementlərini sadaladıq və yazdıq. Daha sonra hər hansı bir hərflə işarələyin və neçə element olduğunu tapın. Bunu bir A çoxluğu deyək. A çoxluğuna daxil neçə elementi var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə elementi var. Deməli, A çoxluğunun 9 elementi var. Və bu kiçik hissədə yazacağam onunla birləri də. Sonra bir də 35-dən kiçik sadə ədədlər çoxluğu. Ədədləri hansılar aid idi? Bilirik ki, 1 ilə sadə ilə mürəkkəbdir. Keçirik 2-yə. 2-dən başlayırıq. 2, 3, 5, 7, 11, 13, 17, 19, 23 və 2-yə qədər 35-ə qədər. 29, 31, 31. İndi bura yaza bilmədim. Ora yazım. 29, 31. Sığdıra bilmədim. 17, 19, 23, 29, 31. Bu çoxluğa aiddir. Çoxluğu da bir B kimi işarə edəcək. Bir daxildir bu elementlər. Sayı 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 dənə də elementi vardır. Sonra C variantı. 15-ə bölünən 2 rəqəmli ədədlər çoxluğu. Yəni bu tərəfdən yazaq daha geniş olsun. 15-ə bölünən 2 rəqəmli ədədlər çoxluğu. 15-in özü də 2 rəqəmlidir. 30, 45, daha sonra 60, 75, 15-də əlavə gəlsək 90, bu qədər. Artıq 90-ın üstə də 15 gəlsək 105 edəcək. Bu da 3 rəqəmli olur. Bu da bir C çoxluğu olsun. C daxildir. Sayı 1, 2, 3, 4, 5, 6 dənə də element n bərabərdir 6 buna aiddir. Sonra 99-dan böyük olan 2 rəqəmli ədədlər çoxluğu. Baxaq. 99-dan böyük. Ən sonuncu 2 rəqəmli ədədimiz hansı? 99. 99-dan böyük element varmı? Yox. Deməli, bu boşluqdur. Belə bir bu çoxluq. Deməli, çoxluğun elementi yoxdur. Keçirik 7-ciyə. Verilmiş
Çoxluqlar arasında bərabər olanları müəyyən edin. Baxırıq. Elementləri eynidir, amma yer dəyişik olsa, yəni yerləri dəyişikdirsə, onlar bərabərdir, amma elementlərin özləri sayı eyni olmalıdır. Sayı və öz element daxilindəki elementlər, yəni. Baxırıq, ada 5, 10, 15. 5, 25, 5, 25, 1, 15, 5, 10. Aha, baxın, D ilə A bərabərdir. 5, 10, 15. Başqa? Aynen D bərabərdir. Buradan yaza bilərik. Aynen. D-ni biraz daha səliqəli yazaq, həm də bərabər şəklində yazsaq daha yaxşıdır. A bərabərdir B. Daha sonra baxırıq 5, 25 sanki bir dənə də var idi. 5, 25, 25, 5. Deməli, aynen B daha doğrusu. Aynen D demək istəyirdim. B ilə də F bərabərdir. Sonra C-yə baxaq görək. 5, 25, 1, 1, 5, 25. C ilə də Y elementi bərabər olacaqdır. Yeni elementləri, yəni C ilə Y çoxluğu. Bu şəkildə. Növbəti səhifədəki çalışmalarla davam edirik. 8-ci çalışmadır. Fikirlərin doğru yaxud yanlış olduğunu nümunələr göstərməklə müəyyən edin. İki çoxluq bərabərdirsə, onların elementlərin sayı da bərabərdir. Təbii ki, bu şəkildədir. Əgər iki çoxluq bərabərdirsə, sadəcə elementlərin yerləri dəyişib, sayları, özləri eyni olmalıdır. Bəli, bu fikir doğrudur. Nümunələr də bayaqki çalışmadakı nümunələr də bura aid edilə bilər. Hansı idi? Bax, bu 7-ci çalışmanın nümunələrindən bir neçə başqa cür göstərə bilərik. Bərabər sayda elementi olan istənilən iki çoxluq bərabərdir. Xeyr, tamamilə yanlışdır. Məsələn, yəni bu doğrudur, bu isə yanlışdır. Məsələn, bir dənə A vermişəm, A çoxluğu, elementləri 5, 1-dir. Elə sayı az deyək. Bir dənə də B çoxluğu, elementləri 6, 3-dür. Bunlar bərabərdirmi? Elementlər, hər ikisinin element sayı eynidir. Element, baxın, bərabər sayda element. Bəli, bərabər sayda element, amma bir-birinə bərabər deyil. Yanlış fikirdir. 9-cu. A və B, A bərabərdir B olduğunu bilərək boş xanalara uyğun elementlər yazın. Çox rahatdır. 3, 6, 10, 6, 10, 3. 11, 13, 17. Bura boşluqdur. 17, 19. Baxırıq. Bura 17, 19-dursa, deməli, burada bir 19 tamamladım. Bir də hansılar olmalıdır? İstədiyimizi yaza bilərik. 11, 13-ü, ya bura 11, 13, ya da ki, bura 13, 11 fərq etməz. Və budur, şəkildə tapdıq. Nəyə görə? Bərabər çoxluqlarda elementlərin sayı da özləri də eyni olur. Sadəcə yerləri dəyişik olur. Daha sonra yazılışında yalnız 2, 3, 4, 5 rəqəmləri iştirak edən iki rəqəmli ədədlər çoxluğunun bütün elementlərini yazın. Alınan çoxluğu A ilə işarə edin. 2, 3, 4 və 5. Baxırıq. 2, 3, 4 və 5-dən düzəlsin. Əvvəlcə 23, 24, 25. 2 ilə başlayanları rahatlıqla yazdım. Bunu buradan silim davamını. Daha sonra 3 ilə başlasın. 32, 34, 35. 4 ilə başlasın. 42, 43, 45. Onu da qeyd edim ki, eynini yazmadıq. Daxildə yazdım. Yəni, məsələn, 2, 2, 22 də yaza bilərdim. Bunu da yazaq. 22. Daha sonra buradan bir 33 yazaq. Buna bir 44 yazdıq. Və 4 ilə başlayanlar bitdi. 5, 2, 5, 3, 5, 4, 5, 5. Bu şəkildə 1, 2, 3, 4. Buna da bir A çoxluğu dedik. A çoxluğu bərabərdir. Bu elementlər neçə elementi var? 25, 63, 48, 55 elementlər bu çoxluğa daxil olmadığını işarələrlə yazın. Əvvəlcə deməli 22, 23, 24 yazdıq. Bunların hamısını yazmışıq. A ilə də işarə etdik.
Bu asan. Daha sonra hansı ədədlərdir? 25, 63, 20. Bunu renkli yazaq. 25, 63, 48, 55. 25 daxildirmi bu çoxluğa? Bəli. 63 daxildirmi? Aiddirmi yəni? Aid deyil. 48 aid deyil. Amma 55 aiddir. Keçirik növbəti. Deməli, yadda saxla bölməsi var burada. Öyrənmə az-çoxluq mövzusu ilə, deməli, yeni mövzu da var artıq. 11-ci çalışmanın izahına baxaq. Verilmiş sözün yazılışında istifadə olunan hərflər çoxluğunu adlandırın və elementlərini yazın. Çoxluğun neçə elementi var? Məsələn, burada nümunələr də verilib. Əmsal sözü, kəsr, tənlik, kvadrat, natural ədəd. Bu şəkildə sözlərdir. Onların hərflər çoxluğunu yazmalıyıq. Baxaq. Gəlin növbəti səhifədən yazaq. Deməli, əmsal sözü hansı hərflərdən təşkil olunub? Ə, M, S, A, L. Eyni hərflər olsaydı onları çıxardacaq. Çünki bir çoxluqda 2 dənə eyni elementin yazılmağı ehtiyac deyil, yəni yazılmamalıdır. Sonra B, kəsr sözü. Burada da K hərfi, Ə hərfi, S və R hərfi, C, tənlik. Burada hələ ki bir tənlik. Təkrarçılıq görmürəm. D, K. D variantı. Kvadrat. Kvadrat. Burada K hərfi, V hərfi, A hərfi, D hərfi, R hərfi. Artıq bu ikinci anı yazmağa ehtiyac yox. Çünki bir dəfə yazmışıq və T hərfi. Bu da oldu kvadrat sözünün deməli hərfləri. Keçək növbəti səhifədən kvadrat, natural və ədəd sözləri. Y variantı natural. N, A, T, U, R, anı yazmırıq. L. Və F variantı nə idi? Ədəd. Ədəd sözü. Baxırıq, Ə hərfi və D hərfindən düzəlib. Təkrar edilib sadəcə olaraq. Bu da 11-ci çalışma. Az-çoxluqla bağlı mövzunu da özünüz oxuyarsınız. Yəni çalışmalar üzərində baxın. 12-ci çalışma belədir. Təsvirlərə əsasən hansı çoxluğun digərinin az çoxluğunun olduğunu müəyyən edin. Az çoxluqda qaydamız nələrdir? A çoxluğunun elementləri B çoxluğuna daxildirsə, onda A çoxluğuna B-nin A çoxluğu deyilirdi. Yəni hansı çoxluqdakı bütün elementlər digərinin içindədirsə, həmin o kiçik olan, sayı az olan böyüyün tərkibində deməkdir. Yəni onun 6 hissəsidir, 6-dır tərkibidir. Az çoxluğudur deyirik. Bax, burada baxırıq ki, B A-nın az çoxluğudur. B A-nın az çoxluğudur. Burada baxırıq. C D-nin az çoxluğudur. Həmçinin Y də D-nin az çoxluğudur. Burada bir kəsişmə var. Sadəcə olaraq burada az çoxluq, yəni ayrılıqda yazdıq. Həmin bu şəkildə də yaza bilərik. Məsələn, C ilə Y-nin birləşməsi də D-yə daxildir. C ilə Y-nin kəsişməsi də D-yə daxildir. Yəni C ilə Y-də olan bütün elementlər D-yə daxildir. Və növbəti də baxırıq ki, bu şəkildə
Deməli, F C-nin açıqlığıdır. C H-ın açıqlığıdır. Həmçinin bu şəkildə deyə bilərik ki, F də H-ın açıqlığıdır. Bir də onu da qeyd etmək olar ki, baxın bu şəkildə yazılmış, iç-içə verilmiş çoxluqları biz belə də yaza bilərik. F J-nin açıqlığıdır, J isə H-ın açıqlığıdır. Bu şəkildə yaza bilərik. 13-cü çalışma ilə davam edək. Deməli, A-nın elementi 3-dür, B-ninki 3, 4, C, D deməli çoxluqları verilib. Hansı çoxluq digərinin alt çoxluğudur? Baxırıq. Bax, A-nın elementi 3-dür. B-ninki 3, 4-dür. C-ninki 3, 4, 5-dir. D-ninki 3, 4, 5, 6. Deməli, A B-nin alt çoxluğudur. B C-nin alt çoxluğudur. C isə D-nin alt çoxluğudur. Bax, A-nı təklikdə də, B-ni də, C-ni təklikdə D-nin açıqlığı kimi yaza bilərik. Amma D heç birinin açıqlığı deyil. A ilə B C-nin açıqlığıdır. Ayrı-ayrılıqda da yazmaq olar. A daxil necə deyim, açıqlığıdır C-nin, B açıqlığıdır C-nin. Bu şəkildə də yazmaq olar. Amma C A ilə B-nin açıqlığı ola bilməz. Daha sonra 14-cü çalışmaya baxaq. Deməli, B, C, D deməli çoxluqları verilib. Uyğun işarələrin köməyi ilə açıqlıqları və bərabər çoxluqları yazın. Baxırıq. A-da O, Y-unu, B-də Y-un. Burada yaza bilərim ki, B A-nın alt çoxluğudur. Bəli. C, Un. C B-nin də alt çoxluğudur. A-nın da. Belə də yaza bilərik. Yaxud da təkcə C daxildir A, C daxildir B, belə də yaza bilərik. D, Y-nı U. D ilə B baxın bərabərdir. D bərabərdir B-yə. Həmçinin D nəyin alt çoxluğudur? A-nın alt çoxluğudur. Yəni, baxın, D ilə B bərabər sonsa B də A-nın alt çoxluğu idi. Deməli, D də avtomatik A-nın alt çoxluğu olduğunu deyə bilərik. Keçdik 15-ciyə. Verilmiş çoxluğun bütün alt çoxluqlarını yazın. Baxın, nümunədə qeyd edilib. Y çoxluğu verilib, 0, 1, 2 elementlər verilib. Hər bir elementi olmayan alt çoxluq bu çoxluğun alt çoxluğudur. Bir elementli çoxluqlar, alt çoxluqlar 0 ayrılıqda, 1 ayrılıqda, 2 ayrılıqda, 2 elementli, 3 elementli bu şəkildə, yəni ətraflı yazılıb. Gəlin biz də yazaq. Birinci A deməli çoxluğudur. A çoxluğun elementi yalnız 1-dir. Həmin bu çoxluğun deməli alt çoxluqları hansılardır? Həm elə boş çoxluq. Elə həm də bir dənə bu çoxluğun elə özü bir elementi olan çoxluq. Deməli, daxildir. Alt çoxluğu A-nın. Burada bir A' yazsaydıq. Məsələn, A' bərabərdir. Yəni, onsuz da alt çoxluğu həm də bərabər çoxluğu deyə bilərik. Daha sonra B, 1, 4. B, 1, 4 çoxluğunda deməli, boş çoxluq alt çoxluğudur. B-nin daha sonra tək elementli, baxın, 1 çoxluğu, tək elementli 4 çoxluğu, alt çoxluğudur B-nin. Bunları da bu şəkildə yazmaq da olar. Amma yazmıram. İşarə ilə bu qədər yazsam kifayət edir. Və 2 elementli ilə 1, 4 çoxluğu və yaxud da 4, 1 çoxluğu fərq etməz. B-nin alt çoxluğudur. Sonra 1, 4, 8. C bərabərdir 1, 4, 8. Yenə boş çoxluq C-nin alt çoxluğudur. 1 elementli 1 çoxluğu, 1 elementli 4 çoxluğu, 1 elementli 8 çoxluğu. Alt çoxluğudur. 2 elementli 1, 4. Yer dəyişikdə yazmaq olar. Sonra 1, 8 və 4, 8 elementli çoxluq və 1, 4, 8
limitlərdən təşkil olunmuş çoxluqlar. Bax, bunlar C-nin A çoxluğuymuş. Bu qədər. Adi də var. 1, 4, 8. Elə bu səhifəni silək. Yenə deməli, hansı çoxluqlar yaza bilərik? Boş çoxluğu, ad çoxluğu kimi bir elementli 1, 4, 8, 10 elementlərdən təşkil olunmuş çoxluqlar. 1, 4, 1, 8, 1, 10, 4, 8, 4, 10. Daha sonra hansı qaldı? 8, 10. Bunlar elementlərdir və 3 elementləri də yazsaq, gəlin bu bir səhifədən yazaq. 1, 4, 8. 1, 4, 10. Daha sonra 4, 8, 10. Bu şəkildə 4, 8, 10 başqa var mı? 1, 4, 8, 1, 4, 10, 4, 8, 10. Yoxdur. Bir də 4 elementdir. 1, 4, 8, 10. Bunlar hamısı deməli, D çoxluğunun ad çoxluqları idi. Bu şəkildə. Keçirik, deməli, başqa növbəti tapşırığa 16. ABCD çoxluğu verilib, A bərabər ABCD. Deməli, A çoxluğunun bütün 2 elementli A çoxluqlarını yazın. Neçə belə A çoxluq oldu? Səhifəni silək. Buranı da silək. Morla yazaq, indi də bənövşə ilə yazaq. Deməli, A çoxluğu verilsin. A, B, C, D. Deməli, bütün 2 elementli ad çoxluqlarını yazın. Yazaq. A, B, A, C. Daha sonra A, D, B, C, B, D və C, D. Bu çoxluqlar, deməli, A çoxluğunun 2 elementli ad çoxluqlarıdır, yazdıq. Neçə belə ad çoxluğu oldu? 1, 2, 3, 4, 5, 6 dənə belə ad çoxluğu oldu. Cavabımız 6. Sonra A çoxluğunun neçə 4 elementli ad çoxluğu var? Təbii ki, 1 dənə. Belə bu elementlərin özü təşkil olunmuş çoxluq. A çoxluğu A olan bir neçə çoxluq yazın. A çoxluğu A olsun. Yəni, tərkibinin də A çoxluğunun elementləri təşkil olunmuş çoxluq. Məsələn, belə bir B çoxluğu yaza bilərik ki, A, Y, B, C, D, Y yazmışıq. F elementlərlə təşkil olunub, bir dənə də olsun K. Elementlərlə təşkil olunub, baxırıq ki, A həqiqətən B-nin A çoxluğudur. Çünki A-da olan bütün elementlər B-yə daxildir. Bəli. A-dakı deməli A, B, C-dir. Baxırıq ki, bir də var hamısı. Əlavə elementləri də var. Belə bir çoxluğu özünüzdən yazdıq. Siz də istədiyinizi yaza bilərsiniz. Keçək məsələ həllərinə. Verilən milli musiqi alətləri çoxluğunu simli alətlər, zərbə alətləri və nəfəs alətləri ad çoxluqlarına ayırıb yazın. Baxırıq ki, buradan tar, kamança və saz simli alət A çoxluğuna daxildir. Nağara, dəf zərbə alətlərinə aiddir B çoxluğuna və balaban isə nəfəs alətləri C çoxluğuna daxildir. Bu şəkildə ayırıb yaza bilərik.
Sonra 18 Eyler-Venn diaqramında A və B çoxluqlarını təsvir edilib. Hər iki çoxluğu elementlərini əsaslanmaqla yazın. Hər iki çoxluğa daxil olan elementləri yazın. Deməli, A ilə B verilib. Hər iki çoxluğu elementlərini əsaslanmaqla yazın. Rahatlıqla A çoxluğuna baxırıq ki, bütün fəsil ayların adları yazılıb. Sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust. Bu şəkildə bütün fəsillər aya daxildir. Aya hamısını yazırıq. B-yə isə yalnız baxın mart, aprel və may ayları, yaz ayları daxildir. B çoxluğuna isə mart, apreli, mayı yazırıq. Bu qədər. Hər iki çoxluq daxil olan elementlər, hər iki çoxluğa daxil olan elə B-də olanlardır. B ada, yəni aya da daxil olduğu üçün, yəni aya, anın çoxluğudur, aya daxildir, hamısı aiddir. Yəni düzgün ifadələrdir. Yəni mart, aprel və may elementləri hər ikisində də var. Mart, aprel, may. Hansı çoxluq digərinin ad çoxluğu? Təbii ki, B çoxluğu A-nın ad çoxluğudur. Sonra məktəbin bütün şagirdlər çoxluğunu A ilə, həmin məktəbin 6-cı sinif şagirdlər çoxluğunu isə B ilə, bu siniflərdə oxuyan əlasilər çoxluğunu C ilə işarələyin. Bu çoxluqları Eyler-Venn diaqramına təsvir edin. Hansı halda ad çoxluq düzgün yazılıb, fikrinizi əsaslandırın. Deməli, bütün əliasını sildik. Baxaq. Bu bir olsun. Bizim bütün şagirdlər çoxluğumuz A. Bunların içində, bütün şagirdlərin içində, bax, belə bir 6-cı siniflər var. Bu da olur B. Və bu B çoxluğunun tərkibində də oxuyan uşaqlar, əlaçılar var ki, bunlar da çox əlaçı olmuş olsun, əksəriyyət əlaçıdır. Bu da olsun C çoxluğu. Diaqramımızı biz qurduq. Deməli, hansı halda ad çoxluq düzgün yazılıb, fikrinizi əsaslandırın. Bu addakı fikirlərdən, yəni deyir, ifadələrin hansı doğrudur? Biz bu şəkildə də rahatlıqla yaza bilərik ki, C B-nin ad çoxluğudur. Həmçinin C, həmçinin A-nın da ad çoxluğu yaza bilərik. Bir də A-nın ad çoxluğudur. Və yaxud da bunun yanına bir də A-da yazmaq olardı. Baxaq görək, bizim 2-2 verilib deyə. Baxaq, B A-nın ad çoxluğudur. Baxın, bu ifadə. Bəli. A C-nin ad çoxluğudur. A C-nin heç vaxt belə bir ifadə ola bilməz. B C-nin ad çoxluğudur. Baxırıq. B, bu qırmızı olan C-nin ad çoxluğudur. Sizcə? Xeyr. C B-nin ad çoxluğu da doğru deyil. C B-nin ad çoxluğu doğrudur. A B-nin ad çoxluğudur. A B-nin ad çoxluğudur. Xeyr. Yanlışdır. Bu qədər. Növbəti videomuzda inşallah 5.2 çoxluqlar üzərində əməllər mövzunun izahına baxarıq.